Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi işrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli ve ba'du. Möhtərəm qardaşlarım, ən birinci özümə, sonra əsasə Allah Taala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm. Və o haqq təqvası ki, Allah Taala öz kitabında onu vəsf eləyib. Və o təqva ilə sifətlənən şəxsləri də Allah Taala müttəqi olaraq, yəni Allahdan təqvalı olanlar olaraq adlandırıb. Və təqva da şəriət bizə öyrədib. Əgər bir şeyi şəriət, yəni Allah Taala bizə əmr eləyibsə, o sifətlə sifətlənmənin yönlərini də əmr eləyib. Yəni necə təqvalı olmaq olar? Yəni şəriət bizə təqvalı olmağı əmr etdikdən sonra o sifətə aparan amilləri də bizə öyrədib. Və amillərdən birinə toxunmaq istəyirəm qardaşlarım. Və o da insanın bildiklərini əməl eləməsidir. İnsanın bildiklərini əməl etməsidir. Və çünki necə ki elm əhlinin bəziləri məsəl çəkərdi və deyərdilər ki, zaman var idi, əməl dövrü idi. Zaman var idi ki, dövr əməl dövrü idi. İnsanlar əməl eləyərdilər. Elmləri az olsa da belə. Amma zaman gəldi, yəni indiki zaman, indiki dövr gəldi, əməl azaldı və elm çoxaldı. Və indi isə elm dövrüdür. Elm çoxalır və əməl isə azalır. Və bu da bərəkətin azalmasının səbəblərindəndir. İnsanın bildiklərini əməl etməməsi. İnsanın bildiklərini əməl etməməsi bərəkətin azalmağına səbəbdir. Və təqvanın azalmasına səbəbdir. Yəni insanın müttəqi sifətindən uzaqlaşmasına səbəbdir. Çünki müttəqilik gizlində və aşkarda Allahdan qorxmaq deməkdir. Təkcə aşkarda Allahdan qorxmaq demək deyil. Və bildiklərini əməl edən müsəlman gizlində axı bildikləri var. Bildiklərin təkcə aşkara aid deyil. Elə əməllər var ki, aşkardadır. Amma elə əməllər var gizlindədir. Və gizlində əməl etməyinə vacib olduğunu bildiyin əməllər də tərk olmasa əməllər deyil. Və onların içində elələri var ki, Allah Taala bizzat onları əmr eləyib. Onlardan da biri ixlasdır məsələn. İxlaslı olmaq. Çünki gizlində ixlaslı olan aşkarda da ixlaslı olmağı bacarır. Çünki ixlas elə bir sifət idi ki, münafiqlər nə qədər əməl etsələr də o sifətdən uzaq idilər. Münafiqlər nə qədər əməl etsələr də o sifətdən uzaq idilər. Çünki ixlas qəlbdən başlayan əməldir. Heç kimin görmədiyi bir yerdir. Yalnız Allahın gördüyü bir yerdir. Və səbəbdir ki, və müsəlmanın həyatına səbəbdir bildiklərini əməl etdikcə artıq ixlasın çoxalmasına və ixlasın çoxalması da səbəbdir insanın müttəqi olmasına. Yəni gizlində və aşkarda Allahdan qorxmasına səbəbdir. Və bugünkü gündə görürsən, müsəlmanların içində Allahdan qorxanlara, özünü Allahdan qorxmağa nisbət edənlərin içində görürsən ki, artıq həmən o sifət, yəni insanın öz bildiklərini əməl etməsi azalır. Sanki bəzi müsəlmanlar, bəzi qardaşlarımız yeni şeylər öyrənməyə hərisdirlər. Amma nə qədər bildikləri var ki, onları əməl etməkdə, yeni öyrənmək istədiyi şeylər həris deyillər. Və bu da naqislikdir. Və bu da möminin naqisliyidir. Və bu da müttəqi sifətinə, yəni təqva sifətinə naqislikdir. Və insanı təqva sifətindən aşağı salır, naqisləşdirir. Ona görə də müsəlman nə qədər ki bildiklərini əməl etsə, o qədər ucalar. Ona görə də sahabələr ibrət idilər bu baxımdan ümmətə və özlərindən sonra gələnlərə. Hətta sahabələr ibrət idilər bunda sahabələrə. Hətta sahabələrə ibrət idilər. Çünki nə qədər sahabələr var idi ki, onlar Allah Rasulundan 5 hədis, 10 hədis, 50 hədis rəvayət edirlər. Amma ümmətindən xeyirlər olurlar. Amma elə sahabələr var idi ki, Allah Rasulundan minlərlə hədis rəvayət edirlər. Amma özlərindən əvvəlki gələnləri keçə bilmədilər. Hətta onların yenə də nə qədər elmləri çox olsa da, yenə bu çox bilənlər, o az bilənlərin tələbələri olaraq qaldılar. Və bu da ona göstərir ki, insanın əməl etməsi ən üstünüdür. İnsan əməl etdiyi ucalır. Və təbii ki, necə sələf deyərdi, elmin zəkatı var. Elmin zəkatı var, həmçində əməl də ondandır. İnsan əməl etdikcə bilmədiklərini öyrənir. İnsan bildiklərini əməl etdikcə bilmədiklərini öyrənir. Ona görə də sən bildiklərini əməl edəni görsən və bil ki, o bilmədiklərini öyrənəcək. Və bildiklərini əməl edən insanlar zahirində də görünür və həmçində daxilində. Çünki təqva ehlinə Allah Taala təqva ehlinə sevinir. Təqva ehlinə Allah Taala təqva ehlinə sevinir. Necə ki, əksi də
Təqva əhlində həmçinin Allah Taala ola bilər ki, Allahdan qorxmayanların gözünü aşağı salsın. Necə ki Muhammed sallallahu əleyhi və səlləm yer üzünə ayaq basmışların ən xeyirlisi olmağına baxmayaraq, hətta onu istehza edənlər var. Hətta onu söyənlər var. Hətta təhqir edənlər, alçaldanlar var. Və bu da Muhammed sallallahu əleyhi və səlləmin haqq üzərində olmağının dəlillərindən və əlamətlərindəndir. Və həmçinin də bugünkü gündə Allahdan qorxan müsəlmanın özünü müttəqilərin yoluna, yəni möminlərin yoluna nisbət edən bir müsəlmanın da əlamətlərindəndir ki, batil əhlinin səni sevməməsi. Əgər vallahi batil əhli sənə nifrət edirsə, səni sevmirsə və səni alçatmağa çalışırsa, ola bilsin ki, sən o bildiklərini əməl edənlərdənsən. Çünki saqqalını görəcək, deyəcək ki, bu yeni gətirənlərdəndir, yenidir. Belə bir şey yox idi əvvəllər. İsbalını görəcək, deyəcək ki, əvvəllər belə bir şey yox idi. Bunlar təzədirlər. Amma zaman gəldi, saqqal da, isbal da çoxaldı, kimlərəsə göz yumdular. Amma görürsən, yenə artıq o həmən əməlin çoxalması onları əməli etməyə təşviq etmədi. Çünki onlar əslən bunu Allah üçün əmrdirlər. Ona görə də Allah üçün əməl eləyən, Allahın dininə xidmət üçün əməl eləyən, yəni bildiklərini əməl edən insanı Allah Taala xeyir əhlinin gözündə uzaldacaq. Və xeyir əhlinin gözündə uzalmaq kifayətdir. Xeyir əhlinin gözündə uzalmaq kifayətdir. Əslən çünki insan hər kəsi razı sala bilməz. Və qəsd də, məqsəd də bu olmamalıdır. Çünki əslən məqsəd bu olsaydı, insan Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm sünnəsini yaşaya bilməzdi. Çünki hətta sünnə əhlinin içində özünü Allahın dinindən nisbət edən nə qədər müsəlmanlar var ki, sünnəni yaşayan müsəlmanlara, qardaşlarından uzaqlaşmağa çalışırlar. Onlardan gen gəzirlər, aralı gəzirlər. Nəyə görə? O qardaş ona deyəcək ki, siqaret çəkmək haramdır ona görə. Yanında rahat otura bilmir. O yanında oturub siqaret yandıra bilməyəcək. O yanında oturub qeybət edə bilmir. O yanında oturub söyüş söyə bilmir. Sıxılır, qəlbi sıxılır. Çünki insanın qəlbi rahatlıq tapdığı yerlər var. Və rahatlıq tapdığı yerlər əgər zərərli şeylərdirsə, xeyir əhlinin oturub dura bilməz. Kimlərə meyl eləyəcək? Özü kimlərinə, səfihlərə, batil əhlinə, susanlara, siqareti yandıranlara, siqaretlə qardaşlıq eləyənlərə. Yəni, qəsdi müsəlmanlar da təbii ki, təəssüf olsun. Ona görə qardaşlarım, insan nə qədər ki, bildiklərini əməl eləsə, bildiklərini əməl etsə və səbəb olacaq, bilmədiklərini də öyrənəcək. Və insan bilmədiklərini də öyrənsə, əməl edəcək və bu da dəvətə səbəb olacaq. Və bugünkü gündə dəvətin az getməsində, dəvətin yayılmamasında böyük səbəblərdəndir. Böyük səbəblərdəndir ki, insanların bildiklərinə, qardaşlarımızın bildiklərini əməl etməməsi. Böyük səbəblərdəndir. Çünki insan nə qədər əməl eləsə, zahirən öz dinini göstərsə və insanlar səni dinə can yandıran kimi tanıyacaqlar. Subhanallahın azim, məgər sən elə deyilsən. Hamı elədir. Çünki əslən insanlar sənin qəlbindəki elmin miqdarını görmürlər. Bilmirlər sən nə qədər Quran əzbər bilirsən, sən nə qədər hədis əzbər bilirsən. Bunu bilən yoxdur əslən. Buna baxan yalnız Allahdır. Qəlblərə baxan yalnız Allahdır. Sən necə ibadətə başlamısan? Sən necə hidayətə gəlmisən? Fikirləş həmən vaxtları. Vallahi səni dəvət edənlərin oturmağına, durmağına baxırdın. Onlar necə danışırlar, onlar necə ədəblidirlər, ona baxırdın. Vallahi ona baxırdın. Hətta baxırdın ki, onlar necə danışırlar, necə susanda susurlar. Hətta subhanallahil azim, susmaq da ədəbdəndir. Necə sustuqlarına belə baxırdın. Ona görə də insan ədəb. Ədəb də məsələn, insan əmr olunanlardandır. Ədəb də insan əmr olunanlardandır. Amma baxmayaq ki, bugün bunu ümmət bilsə də bundan aqisdir. Ona görə insan nə qədər bildiklərini eləsə, bildiklərinə sadiq olsa, çünki o bildikləri sənə elə öyrən Allah, sənə Rəbbindir. Nə qədərləri var, vallahi səndən üstünlər, onu bilmirlər. Nə qədərləri var, səndən də ağıllıdırlar, səndən də zəkalıdırlar, səndən də savadlıdırlar. Amma Allah sənin bildikləri onları öyrətməyib. Demək, sənin Allah qatında bir qədir, qiymətin, dəyərin var ki, Allah Taala sənə nələr öyrədib. Əbəs yerə deyil. Çünki bizim əslən Allahın ehtiyac yoxdur. Allah Taala bizim heç nəyimizə baxmayıb. Biz ona möhtacıq, o bizə möhtac deyil. Əgər o bizə nəyə öyrədibsə, demək bizim nəsə bir qədir qiymətimiz var o yanında. Və onu da öldürmək olmaz. Və iman, təqva əldən gelir. Allah Taala'nın boynunda vacib deyil ki, bizim üzərimizdə onu sabit saxlasın.
bizim boynumuzda vacibdir ki onu sabit saxlayaq. Yəni qoruyaq, saxlayaq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm mömini vəsf elədi. Gecələri kafir kimi yatıb, gündüzləri mömin kimi, üzr istəyirəm, gecələri mömin kimi yatıb, gündüzləri kafir kimi oyanmaqla vəsf elədi. Özə diqqət edir. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, möminlər gecələri yatacaqlar mömin kimi, gündüzdən oyanacaqlar kafir kimi. Peyğəmbər sallallahu əleyhi və səlləm bizim gözümüzdəki mömin meyarı ilə ölçmədi. Öz gözündəki, öz baxışlarındakı mömin meyarı ilə ölçdü. Yəni əsl möminlər. Necə ki Allah Təala kitabında vəsf edir. Qad əfləhəl müminun. Müminin surəsinin ilk ayələrini oxu. Və həmən möminlər. Nizata çatan möminlər. Amma səhər kafir kimi oyanırlar. Nəyə görə? Ən birinci səbəblərindəndir. İnsanın bildiklərini əməl etməməsi. İnsanın bildiklərinə layiq eyd olması. Və insan nə qədər ki bildiklərini əməl etsə və Allahın lütfündən və rəhmətindəndir ki, Allah bərəkətini də artıracaq. Allah Taala həmən şəxslərə bilmədiklərini də öyrədəcək və Allah Taala onların zikrini uzaldacaq. Və necə ki Allah Resulü Muhammed sallallahu əleyhi və səlləmin sahabeləri nə heç birimizin qohumları deyil, nə onlardan bizə miras gəlib çatmayıb, nə də hər hansısa bir əzəmətli bir nəsildən. Vallahi bir dənə Allahın dinə sadiq olmaqlarına görə bu gün övladlarımıza olan adlarını qoyuruq. Heç nə yoxdur ortada səbəb. Vallahi heç bir şey yoxdur. Onlar Allaha sadiq olduqlarına görə Allah onları bizə sevdirib. Və onlardan sonra gələn bütün xeyir əhlinə sevdirib. Və Allah subhanahu wa ta'adan istəyirəm ki, bizə bildiklərimizə əməl eləməyi, gizlində və aşkarda bildiklərimizə əməl etməyi Allah bizə müvəffəq eləsin. Və bilmədiklərimiz də var və onlar da az deyil. Və Allah Taala'dan istəyirəm ki, bizə bilmədiklərimizi də öyrətsin və onların üzərində də sabit olmağı bizə müvəffəq eləsin. Və ən əzəmətli kəlmə olan La ilahə illallah Muhammed Rasulullah kəlməsinin üzərində bizi yaşasın. Və o kəlmənin üzərində də bizim canımızı alsın. Və bizdən sonra gələnləri, övladlarımızı müttəqilərin imamlarından eləsin. Və onları xeyirlərdən eləsin, müttəqilərdən eləsin. Allah Taala ölkəmizə əmin-amanlıq diyar eləsin, rəhbərimizi qorusun. Və kimlər ki ona zərər istəyirlərsə, Allah onların zərərlərini özlərinə qaytarsın. Əncün Allah bilir və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahabətihi ecmaîn.